İcra məmurlarının hüquqları genişləndiriləcək. Medialog xəbər verir ki, bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin aprelin 17-sində keçirilən iclasında müzakirə olunan dövlət icra məmurları haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və ya digər qiymətli əşyalarına banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər. Təklif edilən dəyişikliyə əsasən icra məmuru tələbi borclunun əmlakını, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarındakı elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlanışda olan pul vəsaitlərinə və ya başqa sərvətlərinə yönəldə borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.